Hörmətli dostlar, çox vahiməli bir proqnozdur. Bu vahiməli proqnozu yadındadırsa mən dünya üçün vahiməli bir hadisələr olacaq barədə danışmışdım və o vahiməli hadisələrdən sonra büyük bir dünya üzərində zəlzələlər olacağını demişdim. Əslində bu göydən hal-hazırda hər hansı bir cisim düşdüyünü, yaxınlaşdığını, hər hansı bir planet görüntülənir. Dünyanın bir çox kanallarda bu barədə hal-hazırda danışır və bunları görüntülənir. Mən onu hər hansı planet adlandırmaram. Çünki düzdür, mənə elə bir avadanlıq da yoxdur onun araşdırıb nə olduğunu deyim. Amma mən düşünürəm ki, dünya üzərində daha çox hadisələr, ölümləri çoxaltması üçün, zəlzələləri, bu kimi şeyləri çoxaltması üçün dünya gücləri bu kimi bir şeyləri yaxınlaşdıraraq və bunları hər hansı dünyaya yaxınlaşdığı bir cisim və ya planet olduğunu şəkildə insanlara təqdim eləyərək, insanları buna inandıraraq, arxasınca da böyük zəlzələlər gətirmək istədiyi fikrindəyəm və bu cisim barədə danışırlar, amma konkret olaraq bu cisim hara necə yaxınlaşdığını gördüyü heç bir kəs real olaraq yoxdur. Bu necə böyük bir cisimdir ki, günəş halında və ya ay halında dünyada biz bu qədər insanlar bu dünyaya yaxınlaşdıqca biz bunu görə bilməyim. Əgər kimlərsə bunu görsün. Bu bir dünya güclərin idarə edən insanların və insanların beyninə həkk eləyən, yəni beyninə yazılan bir şeylər olduğunu düşüncəsindəyəm. Bu barədə mən öz proqnozlarımda dəfələrlə sizlərə illər bundan əvvəl hər il, hər ayda bu barədə danışmışdım. Bu həqiqətən də böyük zəlzələlərdən xəbər verən bir alimlərdən biridir. Elementlərdən biridir və bu kimi cisimlərin dünyaya yaxınlaşması və ya yaxınlaşdığı kimi göstərərək hər hansı cisimlər göydən büyük bir şua yolu ilə göydə şəkil formalaşdırması və bu kimi şeyləri çəkib millətə paylaşdırılması dünya aləmində bir vahimə yaradaraq və sonra da özləri öz hərbi gəmilərlə yeraltı böyük təkanlar yaradaraq, zəlzələlər yaradaraq dünyada bir çox ölkələrdə, yerlərdə deşiklər açılması, böyük zəlzələlər yaradılması düşüncələri olduğunu və bunlara hazırlıq gördüyünü bir daha bunların paylaşımları bizə sübut olunmuş olur və o dönəmə doğru hər dəfə gəlir, çatır, yaxınlaşır deyə qışqıranda, bağıranda mənə bir çoxları gülürdü. Artıq bu yerə yaxınlaşan bir cisim hər hansı bir böyük fəlakətlərdən xəbər verdiğinizi yəqin hər kəsin ağlınızdan keçir. Allah kömək olsun, nə deyim, mən hisslərə sahib olan bir adam olaraq sizlərə həmişə xəbərdarlıq etmişəm. Allah dünyanı qorusun, sağ olun.
dövriyyəsi ilə Kişinova gəlmişik hal-hazırda. 17-18 yaşlı tələbələri, yəni tələbələrin vitrasonuna baxın, zəhmət olmasa. Çamadanlarımızın hamısı oradadır. Bagajlarımızı bizə icazə vermirlər. Alt susuz qalırıq burada. Yəni heç kim bizdən xəbəri yoxdur. Artıq 12 saatdan çoxdur ki, biz buradayıq. Bagajlarımızı vermirlər. Burası soyuqdur. Tələbələr üşür, yəni hər bir kəs burada üşür. Yemək qıtlığıdır. Yəni 30-40 arası tələbələri və hər biri də getmək istəyir, amma bizlə maraqlanan yoxdur deyə heç cürə şey eləmək olmur.